Avqustun 28-i Vaşinqtondakı Azərbaycan səfirliyinin binası önündə Azad kimi tanınan Amerika Azərbaycanlıları Demokratiya uğrunda təşkilatının təşəbbüsü ilə keçirilən nümayişdə 40-a yaxın insan iştirak edib. İştirakçılar arasında Richmond Universitetinin məzunu olmuş Adnan Hacızadənin keçmiş tələbə yoldaşları, Amerikadakı Azərbaycan icmasının üzvləri və bir çox Amerikalı olub. Vaşinqton vaxtı ilə saat 16-dan 18-ədək davam edən nümayişə Sərhədsiz Reportyorlar Təşkilatının Vaşinqton təmsilçisi və bəzi mətbuat nümayəndələri qatılıb. Nümayişə Azərbaycanın dövlət himni ilə başlayan etirazçılar Emin və Adnana azadlıq, ədalətsiz məhkəmələrə yox, polis ədalətsizliyinə yox, həbsdə olan jurnalistlərə azadlıq kimi şüarlar səsləndirib. Piket zamanı Azərbaycan və Amerika bayraqları dalğalandırılıb. Aksiyada habelə Sərhədsiz Reportyorlar Təşkilatının nümayəndəsi Clotilde Likoz təmsil etdiyi qurumun adından bəyanat oxuyub. Bəyanatda Azərbaycan hökuməti Adnan və Eminlə yanaşı digər jurnalistlərin də təcili azad edilməsinə çağırırlar. Daha sonra xanım Likoz Amerikanın səsinə bildirib ki, Emin və Adnanın həbsi Azərbaycanda ilk belə hadisə deyil. We just learned a few days ago that Adnan and Emin were charged again. Bu, onların həbsinin siyasi motivli olduğunu göstərir, deyə o bildirib. Təşkilatçılardan Elmar Şahtaxtinski isə bu nümayişin başlıca məqsədinin Azərbaycanda söz azadlığının boğulmasına qarşı etiraz bildirmək olduğunu deyib. Axırıncı bir neçə ildən başlayaraq getdikcə Azərbaycanda azadlığa qarşı, insan hüquqlarına qarşı edilən cinayətlərin nəticəsidir ki, Azərbaycanın nüfuzu xarici ölkələrdə, dünya miqyasında getdikcə aşağı düşür. Nümayişdə iştirak üçün New Yorkdan Vaşinqtona gəlmiş Azər Məmmədov isə burada Azərbaycanın yürütdüyü siyasətə etiraz bildirdiyini deyir. Bu sadəcə Emin və Adnan deyil, mənim şəxsən burada nümayişimin məqsədi sadəcə onların azad olunması deyil, onların həbs olunmasının arxasında duran siyasətə müqavimətdir. Nümayiş zamanı aksiya iştirakçılarından bəziləri uzunqulaq maskası geyərək Emin və Adnanın həbsinə etiraz edib. Sonda isə Azərbaycan səfirliyinə piketin qətnaməsi təqdim olunub.